Salam yoldaşlar, DİM test topusundan müxtəlif müddətli elektrik cəryanı bölməsinin metallarda elektrik cəryanı, müqavimətin tepat asılığı, ifrat keçirliyi mövzusunun suallarına baxırıq. Başlayaq. 1. Hansı mühitdən sabit elektrik cəryanı keçdikdə istilik miqdarı ayrılmır? Yoldaşlar, birinci sualın cavabı Y variantıdır. İfrat keçiricilərdə sabit elektrik cəryanı keçdikdə istilik miqdarı ayrılmır. 2. Metallarda elektrik cəryanı hansı zərərçəklər yaradır? Metallarda elektrik cəryanı sərbəst elektronların nizamlı hərəkətindən ibarətdir. Yəni, metallarda elektrik cəryanı sərbəst elektronlar yaratmış olur. İkinci sualın cavabı C variantı. Növbəti sualımız 3. Metal naqilinin temperaturu hansı ifadə ilə təyin olunur? Metal naqilin müqavimətin üstürü R bərabərdir. R0 1 plus alfa vurulsun T. Buradan mən T-ni, temperatur tapmalıyam. Yəni 1 plus alfa T bərabərdir R bölünsün R0. Buradan alfa T bərabər olacaq. R bölünsün R0 çıxılsın 1. Bu bizim üçüncü sualımızdır. Şimdi mən burada R0'ı R çıx R0 belə yaza bilərəm. İndi yoldaşlar, mən buradan T-ni tapanda R çıxılsın R0 bölünsün R0, onu da təzədən alfaya böləndə alfa məxərcdə yazılır. Deməli, temperaturun düsturu olur. R çıxsın R0 bölünsün R0 vurulsun alfa. Yəni, üçüncü sualın cavabı Y variantı. Dördüncü sualda isə metal naqilin müqavimətinin temperatur əmsalı, yəni alfanı bizdən istəyir burada artıq. Mən bu ifadədən, yəni 4-cünü də buradan yazıram. Alfanı tapsam, nə olacaq? T ilə alfanın yeri dəyişir. Olur R çıxsın R0 bölünsün R0 T. Yəni 4-cü sualın cavabı olur C variantı. Keçirik növbəti suallarımıza. 5. Metalların xüsusi müqavimətinin temperatur asılılığı hansı üsulundan ifadə olunur? R rho bərabər, bax, R bərabər idi R0 1 plus alfa T düsturunu bayaq qeyd elədim. Bu həmçinin rho üçün də rho bərabər rho 0 1 plus alfa T düsturunu yazmış oluruq. Müqavimətin düsturu belə, xüsusi müqavimətin düsturu belə. Yəni cavabımız olacaq 5-ci sualda D variantı. 6. Metalların müqavimətinin temperatur asılığı hansı üsulundan ifadə olunur? Qeyd elədik burada. R bərabər R0 1 plus alfa T, yəni 6-cı sualın cavabı Y variantı. Keçirik növbəti suallarımıza. Müqavimətin temperatur əmsalının vahidi, temperaturun əmsalının vahidi 1 bölünsün Kelvindir. 7-ci sualın cavabı A variantı. 8. Hansı qrafik verilmiş materialdan azalmış naqilin xüsusi müqavimətinin uzunluğundan asılığını ifadə edir? Xüsusi müqavimət uzunluqdan, növbəti sualımız sahədən, bunlardan heç birindən asılı deyil. Yəni 8 sualın cavabı A variantıdır. Asılı deyil. 9 sualın cavabı isə hansı variantdır? Orada da A variantıdır. Yaxşı, xüsusi müqavimət nədən asılıdır? Xüsusi müqavimət materialdan asılıdır. Bir də temperaturdan asılıdır. Xüsusi müqavimət naqilin, metalın materialından asılıdır. Bir də temperaturdan asılıdır. Metallarda temperatur yüksəldikcə xüsusi müqavimət artır, temperatur azalırsa xüsusi müqavimət azalmış olur. Keçirik növbəti sualımıza. Metal naqilinin volt amper xarakteristikası hansıdır? I bərabərdir U bölünsün R düsturuna əsasən müqavimətin sabit qiymətində cəryan şiddəti gərginlikdən düz mütənasib asılıdır. Yəni 10-cu sualın cavabı B variantı. Növbəti sualımız bu səhifə getdi. 11-ci sualda isə bizdən cəryan şiddətinin müqavimətdən asılılığını istəyir. Yenə həmin düstur, yəni 10 qanunumuz I bərabərdir U bölünsün R. Yəni gərginliyin sabit qiymətində cəryan şiddəti müqavimətdən tərs mütənasib asılıdır. Tərs mütənasibində qrafiki D variantında qeyd olunub. 12. İfrat keçiricidən xüsusi müqavimət temperatur hansı qrafik? İfrat keçiricilərdə həm müqavimət, həm də xüsusi müqavimətin qrafiki
D variantındakı kimi qeyd olunur. Bu nöqtə də bizim böhran temperaturumuzdur. T böhran. 12-ci sualın cavabı D variantı. 13-də metalların xüsusi müqavimət temperatur asitə qrafiki hansıdır? Bayaq qeyd elədik. Temperatur yüksəldikcə xüsusi müqavimət artar. Yəni 13-cü sualın cavabı Y variantı. Düsturumuz da rho bərabər rho 0 1 plus alfa vurulsun T idi. Müəyyən bir qiymətdən başlayaraq xüsusi müqavimətin qiyməti artmış olur. Növbəti sualımız 14-ə baxsaq, yuxarıdadır. İfa keçiddə sabit edici cərəyan keçiddə hansı təsirlər müşahidə olunur? İfa keçicidə yalnız maqnit təsiri müşahidə olunur. İstilik təsiri və kimyəvi təsir ifa keçicilərdə müşahidə olunmur. Və bayaq qeyd elədik, ifa keçici naqil edici cərəyan keçiddə orada istilik miqdarı ayrılmır. 15. Metal naqildə elektrik cərəyanın mövcud olmasını necə aşkar etmək olar? Metal naqildə həm istilik təsiri müşahidə olunur, yəni bir variantı doğrudur, bir də maqnit təsiri müşahidə olunur. Yəni cavabımız olacaq 1 və 2. Kimyəvi təsir elektrolitlərdə müşahidə olunur. 15-də B. 16. Klassik elektrot nəzəriyyəsinə əsasən metal naqilin elektrik müqavimətinin yaranma səbəbi hansıdır? Metallarda elektrik cərəyanı sərbəst elektronların nizamlı hərəkətindən ibarətdir və elektrik sahəsində hərəkət edən sərbəst elektronlar kristal qəfəsin ionları ilə toqquşanda bu zaman elektrik müqaviməti yaranır. Yəni 16-cı sualın cavabı A variantıdır. Şifahi suallarımız bitdi. 17. Arıcı birləşdirilmiş iki alüminium naqildən cərəyan keçir. Əgər ikinci naqilin diametri birinci naqilin diametrindən 3 dəfə kiçikdirsə, İkinci naqilin diametri birinci naqilin diametrindən 3 dəfə kiçikdirsə, deməli birinci naqilin diametri ikinci naqilin diametrindən 3 dəfə böyük olar. Bu zaman naqillərdəki elektronların nizami hərəkətin sürətini müqayisə edə. I bərabər Sevon düsturu. Burada sürət tapanda V bərabərdir I bölünsün S. Arıcı biləşəndə cərəyan şiddəti sabitdir. Yəni I bərabərdir konstant. Bu zaman naqillərdəki elektronların sürəti sahədən tərs transvasitə olur. Yəni, birincinin diametri ikincidən 3 dəfə çoxdursa, sahəsi 9 dəfə çoxdur. Çünki S bərabər pi R kvadratı və yaxud pi D kvadratı bölünsün 4. Yəni, sahənin tapılma düsturları. Burada sahə görürəm ki, diametrdən kvadratik asılıdır. Yəni, birincinin diametri ikincidən 3 dəfə çox olanda sahəsi 9 dəfə çox olar. 3-ün kvadratı qədər çox olar. İndi bizə də sürətlərin nisbətini istəyib yaza bilərəm ki, V2 bölü V1 bərabərdir tərsi S1 bölünsün S2. Sürətlə sahə tərs balansım. Və birincinin sahəsi ikincinin sahəsindən 9 dəfə çox olduğu üçün birincinin sahəsini ikincinin sahəsinə böləndə nisbət olacaq 9. Oradan da bərabər olur V2 bərabərdir 9 V1-ə. Yəni ikincinin sürəti birincidən 9 dəfə çoxdur. Yəni cavabımız olacaq 17-ci sualda C variantı. Keçirik növbəti sualımız 18-ə. Uzandakı gərginlik 10 volt və uzunluğu 1.6 metr olan naqildəki sərbəst elektronlara təsir edən, elektrik saatlərinin təsir edən qüvvənin molduğunu deyir hesabla. Qeyd edək verilənləri bizə nə verib burada? Gərginliyi verib 10 volt. Uzunluğumuz 1.6 metrdir. Bu zaman biz intensivliyi tapa bilərik. Y bərabər bu bölünsün D və yaxud burada D yox, L ilə işarələdik. İndi gərginliyimin qiyməti 10-dur. Uzunluğun da qiyməti 1.6-dır. Buradan indi F-i tapsaq, qüvvəni tapsaq, F bərabərdir QY. Bizdə yük elektrondur burada. Ona görə də bizim elektrik yükümüz elektron, yəni elementar yükə bərabərdir. Qiyməti də 1.6 vur 10 üstü mənfi 19-dur. Elementar yük nə idi? Ən kiçik elektrik yükünün mütləq qiyməti. Yəni elektronun yükünün mütləq qiyməti.
Burada da 1.6 vur 10 üstü mənfi 19'u vuracağım intensivliğin qiymətinə, yəni 10 bölünsün 1.6-ya. 1.6'lar gedər. Nə qalar burada? 10 vurulsun 10 üstü mənfi 19. Bu 10 üstü 1'dir. Bu 10 üstü mənfi 19'dur. Qalır burada 10 üstü 1 çıxılsın 10 üstü 9. 10 mənfi 19 olur 10 üstü mənfi 18. Yəni cavabımız olacaq 18-ci sualda B variantı. Keçirik növbəti sualımız 19-a. Ən kəsin sahəsi 1 mm kvadrat və sərbəst elektronların konsentrasiyası 5,28 metr üstü mənfi 3 olan naqildən axan cərəyan işlədiyi 8 amperdir. Elektronların istiqamətlənmiş hərəkət sürətini deyir hesablayın. Hesablayaq. Deməli, sahəsi 1 mm kvadrat. 1 mm 10 üstü mənfi 3'tür. Kvadratı 10 üstü mənfi 6. Konsentrasiyanın qiyməti 5 vur 10 üstü 28. Cərəyan şiddətinin qiyməti 8 amper. Elementar yük 1.6 vur 10 üstü mənfi 19. Dəyişməyən qiymət. Sərəti bizdən istəyir. Aha. I bərabər bayaq deyildik 7 düsturudur. Buradan mən sürət tapanda V-ni I bölünəcək S-nə. Cərəyan şiddətinin qiyməti 8. Sahəsi verib bizə 10 üstü mənfi 6. Elementar yük 1.6 vur 10 üstü mənfi 19 və konsentrasiyanın qiyməti 5 vurulsun 10 üstü 28. Deməli, yoldaşlar, 1.6-dan 5-ə vuranda 8 edir. 8 ilə yuxarıdakı 8 gedir. Qalır aşağıda 1 bölünsün. 10 üstü mənfi 6, 10 üstü mənfi 19, 10 üstü mənfi 25. Bu da 10 üstü 20, müsbət 28. Bu nə olacaq? 10 üstü 28, 10 üstü mənfi 25-ə vuranda olur 10 üstü 3. 28-dən 25-i çıxıram 3. Yəni, bu da yuxarı qalxanda olur 10 üstü mənfi 3. Metr bölünsün saniyə. Yəni, cavabımız olacaq 19-cu sualda D variantı. Keçir növbəti sualımızda 20-yə. Burada artıq cərəyan şiddətinin qiymətini bizdən istəyib, sahəsi verilib, konsentrasiyası verilib, sürəti də verilib qiymətləri. Həmin düsturu yazırıq yenə. I bərabər 7 düsturu. Burada sahanın qiyməti 2 mm kvadrat, yəni 2 vur 10 üstü mənfi 6. Elementar yük 1.6 vur 10 üstü mənfi 19. Sürətin qiyməti 3 vurulsun 10 üstü mənfi 3. Konsentrasiyada 5 vurulsun 10 üstü 27. Hər bir qiyməti bir-birinə vuracağım. İndi 2-ni 1.6-ya vuranda, daha sonra 1.6-nı 5-ə vuranda 8 edir. 8-i vuranda 3-ə 24. 24-ü vuranda 2-yə 48. 10 üstü mənfi 6, 10 üstü mənfi 19, 10 üstü mənfi 25, 10 üstü mənfi 25, 10 üstü mənfi 3, 10 üstü mənfi 28, 10 üstü mənfi 28-i 10 üstü 27-də vuranda olur 10 üstü mənfi 1. Yəni bu 48 böl 10 deməkdir. Yəni 10 üstü mənfi 1 onda 1-dir. 48 böl 10 deməkdir. 48 də 10-a böləndə eləyir 4,8 amper. Yəni cavabımız olacaq 20-ci sualda C variantı. Bu səhifədə belə getdi. Keçir növbəti səhifəmizə 21-ci sualla davam edirik. Aha. 21. Naqilin müqamətin temperatur hansı qrafiqi verilmişdir? Müqamətin temperatur əmsalını deyir hesablayın. Deməli, yoldaşlar, burada düsturumuz necə idi? R bərabər R0 1 plus alfa vurulsun T. İndi buradan biz temperatur əmsalını, yəni alfanı tapmalıyıq. Tapanda necə tapıb? Bayaq tapmışdıq. R bölünür R0 bərabərdir 1 plus alfa vurulsun T. Oradan alfa T bərabərdir R bölünsün R0 çıxılsın 1. R0 ortaya mərkəzə gətirəndə R çıxılsın R0. Buradan da alfanı tapanı, yəni temperaturun əmsalını tapanda düsturumuz R çıxılsın R0 böl R0 vurulsun T idi. Aha. İndi temperatur əmsalının düsturunu yenidən tapmış olduq. Bayaq tapmışdıq. Buradan 0 Celsius temperaturdakı müqavimət, yəni 100. 0 Celsius temperatur müqavimət, yəni 100 bizim R0-ımızdır. Və temperatur 200 olduqda bizim müqavimətimiz 120-dir. Qiymətləri qoyanda bura 120 çıxılsın 100 bölünür. R0-ımız yenə 100. Temperaturumuz neçə oldu? 200 burada.
120-dən 100-ü çıxdıq 20. 20 vur 100 vur 200. 200 20 ilə gedir. Qalır aşağıda 10. Yuxarıda 1. Bu 1 bölünsün 100 vur 10 yəni 1000. 1000-i də, yəni bu 1000-də birdir də deməli. Və temperatur əmsalının vahidi 1 bölünsün Kelvin idi. Bunu da mən Kelvin üstü -1 şəklində yaza bilərəm. Yəni cavabımız olacaq 21-ci sualda C variantı. 22. Naqilin müqamətin temperatur hansı qrafiqi verilmişdir? Müqamətin temperatur əmsalını hesabat. Düsturumuz necə idi? Alfa bərabər R çıxılsın R0 böl R0 vurulsun T. İndi burada 0 Celsius temperaturdakı müqamətin qiyməti 500-dür. Yəni 100 artır, 400, 500, 600. Yəni R0-ımız 500. Əgər temperaturu 200 götürsək, 200-ə uyğun müqamətin qiyməti 600-dür. Qiymətlərinə qoyuruq. 600 çıxılsın 500 bölünür. Aha. R0-ımız 500 vurulur T-nin qiymətdən, yəni 200-ə. Bu bizə verəcək 100 bölünsün 500 vurulsun 200. 200 ilə 100 qısar gedir, qalır burada 2, burada 1. Aşağı 1 bölünsün 500 vurulsun 2. Aha. 1 bölünsün 500 2-yə vuranda 1000, yəni 1000-də 1. Eyni qiyməti aldıq bayaqki ilə. Yəni cavabımız olacaq 22-ci sualda B variantı. Növbəti sualımız 23. Naqilin müqamətin temperatur hansı qrafiqi verilmişdir? Müqamətin temperatur əmsalının ədədi qiyməti hansı ifadə ilə təyin olunur? Üstümüz R bərabər R0 vurulsun 1 plus alfa vurulsun T. Burada indi mən qaç tərəfə birləşdirsəm, aşağı tərəf bizə verir nəyi? T-ni. Sıfırdan T-yə, yəni müəyyən bir T qiymətinə T. Dəyişməsi, temperatur dəyişməsi ilə T-dir. Yəni burada müəyyən bir qiyməti var və bu delta T-si ilə T çıxılsın, başlanğıc temperaturun qiyməti, yəni sıfırdır, o da eləcək T. Aşağı tərəf deməli T-dir. Yuxarı tərəfə baxsaq, müəyyən bir R0 qiymətindən R-ə qalx. Bu tərəf olacaq R çıxılsın R0, yəni bunun fərqi. Aha. Buradan bucağın tangesini tapanda tangens fi bərabərdir. Qarşı kateti bitişik katda bölürsünüz. Yəni R çıxılsın R0 bölünsün T. İndi biz bu ifadədən temperatur əmsalını tapanda üstümüz necə idi? Alfa bərabər R çıxılsın R0 böl R0 vurulsun T idi. Mən dedim ki, R çıxılsın R0 bölünsün T, yəni bu hissə mənə nəyi verdi? Tangensi verdi. Onda bu hissə tangens fidirsə, aşağıda nə qaldı? Bir dənə R0 qaldı. Deməli, mən temperatur əmsalının qiyməti tangens fi bölünsün R0-a, yəni B variantına bərabərdir. 24-də də həmçinin eyni cavab alınır. Çünki düsturlar oxşar düsturlardır. Yəni, burada rho bərabər rho 0 vur 1 plus alfa olsun T'dir. Yəni, temperatur əmsalını tapanda düsturumuz rho çıxılsın, rho 0 bölünsün, rho 0 vurulsun T olacaq. Və bu tərəf rho çıxılsın, rho 0-ı göstərir, aşağı tərəfdə T-ni göstərir. Və bucağın tangesini tapanda qarşı kateti, yəni rho çıxılsın, rho 0 bölü bitişik kateti T-yə. Yəni bu hissə bizə tangensi verdiyi üçün olacaq tangens fi bölünsün rho 0. Yəni C variantı. Keçirik növbəti sualımız 25-ə. 25. Metal rezistorı qızdırsaq, voltmetrdən göstərişi necə dəyişir? Metal rezistorı qızdıranda temperatur yüksəlir. Temperatur yüksəldiyi üçün bunun müqaməti nə olur? Artır. Aha. Və müqaməti artdığı üçün ümumi müqamət nə olacaq? Artacaq. Çünki ümumi müqamət metal rezistorun müqaməti ilə termistorun müqamətinin cəminə bərabərdir. Çünki burada rezistorla termistor bir-birinə ardıcıl qoşulur və ardıcıl qoşulanda müqamətləri tapanda cəmləyirdik. Burada da metal rezistoru müqaməti artanda deməli bizim ümumi müqamətimiz artmış olur. Çünki termistorun müqaməti dəyişmir. Termistora mən bir şey eləməmişəm. İndi
Ümumi müqavimət artdığı üçün mənim cərəyan şiddətinin qiyməti də artacaq. Çünki cərəyan şiddəti Ohm qanununa görə müqavimətdən tərs kütləsi asılıdır. Müqavimət artdığı üçün cərəyan şiddəti nə olacaq? Azalacaq. Deməli, cərəyan şiddəti azaldı, müqavimət artdı. İndi voltmetrlərin göstərişi necə dəyişər? Sabit hissəyə, yəni sağ tərəfə baxaq. Burada müqavimət, yəni termistor müqaviməti sabitdir. Termistor bərabərdir konstant. Buradakı gərginliyi tapanda, yəni V2 voltmetrin göstərişini tapanda nə edirdik? Həmin gərginlik bərabər olur I vurulsun R-ə. Yəni, mənim cərəyan şiddətim azalıb, müqavimət, termistor müqaviməti sabitdir. Onda deməli, gərginlik qiyməti də azalmış olur. Mənim cərəyan şiddətim azaldı, termistor müqaviməti sabit, onda gərginlik azaldı. Deməli, V2 voltmetrin göstərişi azalar. Cərəyan şiddəti azaldığı üçün gərginlik azaldı. Yaxşı, V2 voltmetrin göstərişi azalır. V1 voltmetrin göstərişi necə dəyişəcək? Artmış olacaq. Niyəsi də budur ki, bizim ümumi gərginliyimizi sabit verib. Yəni, U konstant. Ümumi gərginlik də 2 dənə gərginliyin cəminə bərabərdir burada. U1 plus U2 arıcı birləşmədə ümumi gərginlik ayrı-ayrı gərginliklərin cəminə bərabərdir. İndi, burada ikinci azaldığı üçün birinci artmalıdır ki, ümumi gərginlik sabit qalsın, yəni cəm sabit qalsın. Deməli, U1 artacaq, U2 azalacaq və yaxud V1 artacaq, V2 voltmetrin göstərişi azalmış olacaq. Artar, azalar, hansı variantda qeyd olunub? Yuxarıya baxaq. A variantda qeyd olunub. 25-də A. 26. Bizdən nə istəyir burada? Deyir ki, metal rezistorunu soyutsaq, voltmetrdən göstərici dəyişər. Demək, yenə yazdırıq burada. R ümumi bərabərdir. R rezistor plus R termistor. İkisinin müqavimətlərinin cəminə. İndi, metal rezistoru soyutsaq, rezistoru soyudanda müqaviməti nə olur? Azalır. Temperatur azalır. Temperatur azaldığı üçün müqavimət də nə olur? Azalır. Rezistorda. Rezistor. Yəni, bunun müqaviməti azaldığı üçün, termistor müqaviməti də sabit qaldığı üçün, onda ümumi müqavimət azalır. Ümumi müqavimət azaldığı üçün, ümumi cərəyan şiddətimiz artacaq. Tərs kütləsi basılıdır. Cərəyan şiddəti artar. İndi, burada termistor müqaviməti sabitdir. Yəni, R konstantdır. Onda termistor müqaviməti sabit olduğu üçün U bərabərdir I vurulsun R düsturuna əsasən cərəyan şiddətinin qiyməti artdığı üçün gərginlik artacaq. Deməli, V2 voltmetrin göstərişi artar. Yaxşı, V1 voltmetrin göstərişi necə dəyişər? Avtomatik azalacaq. Bayaq qeyd elədik, çünki ümumi gərginlik sabitdir. U bərabər U1 plus U2. Yəni, ikinci gərginlik artdığı üçün birinci gərginlik azalmalıdır ki, ümumi gərginlik sabit qalsın, yəni cəm sabit qalsın. Deməli, V1 voltmetrin göstərişi azalar, V2 voltmetrin göstərişi artmış olar. Yəni, cavabımız olacaq 26-cı sualda D variantı. 27. Metal rezistoru müəyyən qədər qızdırsaq, voltmetrlərin və ampermetrin göstərişi necə dəyişər? Burada da yenə dövrə rezistor və termistordan ibarətdir və buradakı ümumi müqaviməti tapanda rezistorla termistor müqavimətləri cəmlənir. Ardıcı qoşuldular, müqavimətlər cəmlənir. Bu zaman termistor müqaviməti sabit qalır, çünki bir şey eləməmişəm buna. Burada metal rezistoru ancaq qızdırmışam. Və metal rezistoru qızdıranda temperatur yüksəldiyi üçün müqaviməti nə olur? Artır. Metalı qızdıranda temperatur yüksələndə müqavimət artar. Müqavimət artdığı üçün, rezistor müqaviməti artdığı üçün ümumi müqavimətimiz artmış olacaq. Və cərəyan şiddətini tapanda I bərabər U bölünsün R. Yəni, ümumi müqavimət artdığı üçün ümumi cərəyan şiddətimiz nə olacaq? Azalacaq. Çünki cərəyan şiddəti müqavimətdən tərs kütləsi basılıdır. Və sağ tərəfə baxsaq, burada termistor müqaviməti sabitdir. R konstant. Onda
V2 voltmetrin göstərişini tapanda U bərabərdir I vurulsun R düsturu. Yəni müqaməti sabitdir. Cərəyan şiddəti azaldığı üçün gərginlik nə olacaq burada? Azalacaq. Düzüm tanısı. Onda V2 voltmetrin göstərişi deməli azalır. V2 azaldı. Azalır. Yaxşı, V2 azalırsa V1 nə olacaq? Bizim ümumi gərginliyimiz sabitdir. Yəni V1 ilə V2-nin cəmi sabitdir. Onda V2 azalırsa V1 avtomatik artmalıdır ki, ümumi gərginlik nə olsun? Sabit olsun. Yəni U bərabər U1 plus U2. U2 azalırsa, yəni V2 voltmetr göstərişi azalırsa U1 artmalıdır. V1 voltmetr göstərişi artmalıdır. Deməli, birinci voltmetrin göstərişi artar, ikinci azalar. Ampermetrin göstərişi də qeyd elədik. Burada cərəyan şiddəti azaldığı üçün ampermetrin göstərişi azalar. Ampermetr cərəyan şiddəti ölçür. 27-ci sualın cavabı olacaq deməli A variantı. Keçirik 28-ci suala. Belə oxşar sualdır. Burada artıq soyudub. Soyudubsa müqavimət azalıb. Harda? Rezistorda. Yəni R bərabər yazırıq. Yəni R ümumi bərabər R rezistor plus R termistor. Temperatur azaldığı üçün, yəni soyutluq temperatur azalır. Temperatur azaldığı üçün müqavimət, rezistor müqaviməti azalır. Termistor müqaviməti sabitdir. Onda deməli ümumi müqavimət azalıb. Ümumi müqavimət azaldığı üçün cərəyan şiddətimizin qiyməti I bərabər U bölünsün R düsturuna əsasən müqavimət azaldığı üçün cərəyan şiddəti artdı. Yəni ampermetrin göstərişi artdı. Yəni cavab ya A ya da E-dir. İndi burada yoldaşlar, ikinciyə baxsaq yenə, termistor müqaviməti sabitdir. Termistor konstant. Buradakı gərginliyi tapanda U bərabər I vurulsun R. Yəni, cərəyan şiddəti artdığı üçün gərginlik nə olacaq? Artacaq. Düzüm tanısı basılıdır. Yəni, V2 voltmetrin göstərişi artar. V2 voltmetrin göstərişi artırsa, V1 voltmetrin göstərişi azalır. Çünki, yenə qeyd edək, U bərabərdir U1 plus U2. Arıcı birləşmədə ümumi gərginlik bu ikisinin gərginliyin cəminə bərabərdir. Yəni, ümumi gərginliyin sabit qalması üçün ikinci gərginlik, yəni ikinci voltmetrin göstərişi artırsa, birinci voltmetrin göstərişi, yəni U1 azalır. Cəm sabit qalsın. Deməli, V1 azalacaq, V2 artacaq, ampermetrin göstərişi də artar. Yəni, cavabımız olacaq 28-ci sualda A variantı. 29. 0 Selsi temperaturda mis nəqli müqaviməti 60-dır. Yəni, R0, yəni 0 Selsi temperatur müqavimət 60-dır. 500 Selsi temperatur müqaviməti bizdən istəyir. Temperatur əmsalımızı bizə verir 1000-də 4 və son temperaturumuz, yəni 0-dir, başlanğıc, son 500-dür. Yəni, son temperaturumuz 500-dür, T500. İndi yoldaşlar, düsturumuz necə idi? R bərabərdir, R0, 1 plus alfa vurulsun T. Buradan indi R0-ın yerinə yazıram. 60, 1 plus alfamız 1000-də 4-dür. Temperaturumuz da 500. 500 temperatur kimi müqaviməti istəyir. 60-ı vururam 1 plus 1000-də 4-ü 500-də vuranda olur 2. Yəni 60 vurulsun 1 plus 2 3, yəni 180 ohm. Deməli 500 Selsi temperaturda müqavimətimiz 180 ohma bərabərdir. 30-cu sualda da yəni eyni üsuldan istifadə edəcək, qiymətlər fərqli verilib. R0-ımız, daha doğrusu buradan R0-ımız istəyir. R bölünsün 1 plus alfa vurulsun T. Yəni 0 Selsi temperaturu müqaviməti istəyir. 500 Selsi temperatur müqaviməti, yəni R0, R daha doğrusu 12-dir. 1 plus temperatur əmsalımız 1000-də 4-dür. Temperaturumuz neçə oldu? 500. Aha. İndi burada 12 böl 1 plus 1000-də 4-ü 500-ə vursa, bu bizə verəcək neçə? 2. 12-ni də bölürəm 3-ə, eləyəcək nə? 4. Deməli, mənim 0 Selsidəki müqavimətim 4-ə bərabərdir. Yəni, delta T yazanlar da olur. Yəni, delta T, T çıxısın T sıfırdır. Yəni, bizim son temperaturumuz 500-dür. Başlanğıc temperaturumuz da 0 olduğu üçün, deməli, delta T'miz də elə 500-dür. Yəni, delta T başlanğıc temperatur 0 olduğu üçün elə son temperatura T-yə bərabərdir. Yəni, bəzi müəllimlər delta T yazır, bəziləri T yazır. Yəni, fərqi yoxdur. Delta T ilə T-dir. Çünki biz bu məsələlərin hər birində bizim
Başlanğıc temperaturumuz 0 Selsidir. Son temperaturumuz indi T, müəyyən bir qiymətlər sizə verilir və o qiymətlərdə müqaməti tapmış olur. Növbəti səhifəmiz bu səhifə getdi. Növbəti səhifəmiz 31. 32-33-cü suallardan ibarətdir. 3 sualımız qaldı. Başlayaq. 31. Müəyyən müqamətli naqilin uzağındakı gərginliyi 4 dəfə artırdıqda bu zaman ondan keçən cərəyan şiddəti 10 amper, 6 amper artarsa naqildəki cərəyan şiddətinin başlanğıc qiymətini deyir tap. Deməli, gərginlik 4 dəfə artdı. U2 bərabərdir 4 U1. Cərəyan şiddəti neçə artdı? 16 artdı. Sənə cərəyan şiddətinin başlanğıc qiymətini, yəni birinci qiymətini deyir tap. İndi Ohm qanunumuz I bərabər U bölünsün R. Burada görürəm ki, gərginlik 4 dəfə artanda cərəyan şiddətinin qiyməti 4 dəfə artmış olur. Düz mütəmaz bastıdır. Yəni, I2 bərabər 4 I1-ə. Biz də bayaq dedik axı, I2 bərabər I1 plus 16. Yəni, birinci cərəyan şiddətinin qiyməti 4 dəfə artıb, bir də 16 artıb. Hər ikisi I2 olduğu üçün bu tənlikləri bərabərləşdirsək, 4 I1 bərabərdir. I1 plus 16. 4 I1-dən I1-i çıxanda qalır 3 I1 bərabər 16. I1 nəyə bərabər olacaq? 16 bölünsün 3, yəni 10-2 amper. Deməli, başlanğıcda mənim cərəyan şiddətinin qiyməti 10-2 amperdir. Əgər sondakını sorsaydı, I2 I1-dən 4 dəfə çox olduğu üçün 4 vur 10-2, 10-8 olmuş olacaqdı. Deməli, birinci sualın cavabı 10-2. Oxşar sual 33-də isə nə deyir bizdə? Burada deyir gərginlik qiyməti 3 dəfə artsın. Gərginlik 3 dəfə artırsa, cərəyan şiddəti də 3 dəfə artacaq. Yəni I bərabər U bölünsün R üstünə əsasən müqamətin sabit qiymətində cərəyan şiddəti gərginliklə düz mütəmaz bastıdır. Yəni I2 bərabərdir 3 I1-ə. Bir də deyir ki, cərəyan şiddətinin qiyməti 10-2 artır. Yəni I1 plus 10-2. Yəni tənkləri bərabərləşdirirəm. 3 I1 bərabərdir I1 plus 10-2. 3 I1-dən I1-i çıxanda qalır 2 I1 bərabərdir 10-2. I1 bərabər olacaq 10-2-ni bölürəm ki, yəni 10-1-ə. Deməli, mənim birinci cərəyan şiddətinin qiyməti 10-1 amperə bərabər olmuş olacaq. Əgər ikincisini sorsaydı, ikinci bundan 3 dəfə çoxdur. 3 vur 10-1, yəni sondakı qiymət 10-3-ə bərabər idi. Və sonuncu sualımız 33. Metal naqilin 100 Selsidə müqaməti 28 ohm olarsa, 200 Selsidəki müqaməti deyir neçə ohm olur? Deməli, yoldaşlar, düsturumuzu yazırıq. R bərabərdir. R0 vurulsun 1 plus alfa vurulsun T şəklində. İndi burada mən 0 Selsi temperaturda müqaməti tapmalıyam. Hələ ikinci hissəyə baxmamışım. Bu hissəyə baxmıram, hələ birinci hissəyə baxıram. Burada mənim 100 Selsi temperatur müqamətim 28. Yəni, elim 28-dir. R0-ı mən tapım. 1 plus temperatur əmsalımız sabit qalacaq. 1000-4. Aha, temperaturda başlanğıcda bu 100 götürürüm. 100. İndi 28 bərabərdir. R0 1 plus 1000-4-ü 100-ə vuranda olur neçə? 1000-4-ü vuranda 100-ə olur 10-4. Yəni 28 bərabərdir. R0 vur 1-4. R0-ımız bərabər olacaq. 28 bölünsün 1-4, yəni 20. Deməli, mənim 0 Selsi temperatur müqamətim 20-dir. İkinci halda da mən bu müqaməti götürəcəm. İkinci halda artıq deyir ki, sənin müqamətin 200-dür. Aha, temperatur əmsalı yenə 1000-4, yəni dəyişmir. Və biz 0 Selsidəki müqaməti tapdıq 20. İndi buradakı müqaməti deyir da. Aha, burada T idi daha doğrusu. Mən niyə bunu yer yazdım? Buradakı müqaməti deyir da. Temperaturumuz 200 Selsi, temperatur əmsalımız 1000-4, 0 Selsi temperatur müqamətimiz 20, 200 Selsidəki müqaməti deyir da. Yəni, eyni düstur R bərabər R0 vurulsun 1 plus alfa T-də. İndi qiymətləri yerinə qoysaq, R0-ımız 20, 1 plus alfamız 1000-4. Bizim temperaturumuz artıq 200-dür. 20-ni vururam. 1 plus 1000-4-ü 200-ə vuranda olur 10-8. Yəni 20 vurulsun
1-in üstünə 10-8, 1-8, 1-8 20-yə vuranda cavabımız olur 36 ohm. Deməli, 200 silistəki müqavimət 36 ohma bərabər olmuş oldu. İzah bu qədər yoldaşlar. Ümid edirəm ki, başa düşən oldu. Növbəti izahlarda görüşənədək özünüzdən müğayət olun.